onu dilinə gətirməsi və əməli olaraq o nemətə şükür etməsidir. Əməli olaraq da nemətə şükür nədir? O neməti qoruması və asilik yolunda yox, itayət yolunda sərf etməsi. Ona görə Ömər ibn Abdülaziz rahiməhullah deyərdi ki, Əş-şükru tərkül maasi. Həqiqi şükür asilikləri tərkləməkdir. Əgər qul üzərində olan, əlində olan neməti itayətə yönəldirsə, asilikdən uzaq tutursa, artıq əməli olaraq o nemətə şükür etmiş sayılır. Bu birinci məsələ idi. Bəndənin sahib olduğu nemətləri şükürlə qarşılaması. Və ikincisi, ona bu dünyada müsibət, yəni başına gələcək bəlalara, müsibətlərə səbr etməsi. Və bu da dünya həyatın həqiqətidir. Bu Allahın vədidir. Uca Allah buyurur ki, وَلَنَبُلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْسٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ. Biz sizi biraz qorxu ilə, biraz azlıq ilə, biraz mal, övlad, can itkisi ilə mütləq və mütləq imtihan edəcək. وَبَشِّرِ sabirin. Və səbr edənləri müjdələ. Bu dünya həyatın həqiqətidir. Ona görə İbnül Qayyim rahmetullah aleyh deyir ki, aqil insan o insandır ki, müsibət başa gələn ilk anda onu səbirlə qarşılayır. Bu aqil insandır. Ona görə alimlərdən bəziləri səbrin tərifini belə veriblər. Deyiblər ki, səbir müsibətin başa gələn ilk anda olur. Müsibət başa gələn ilk anda olur səbir. Və bu ixtiyarı səbirdir. İnsana əcr gətirən, savab qazandıran səbir budur. Bir də var bunun əksi icbari səbir. O da nədir? İnsanın başına müsibət gələndə insan sızdıyır, deyinir, danışır, səbirsizlik edir. Müddət keçəndən sonra artıq o müsibət onun üçün adiləşir və istər-istəməz səbr edir. Bu da icbari səbirdir. Bu insana əcr gətirmir. Ona görə Allahın rəhmətindəndir ki, bu dünya həyatında baxırıq, hər şey kiçik olaraq başlayır və get-gedə böyüyür. Yalnız bəladan başqa. Bəla başa gələndə birinci böyük gəlir və sonra zaman keçdikcə o müsibət, o bəla kiçilir.